5-ci fəsil. Ad günü. Qalib bugün bütün günü özünü pis hiss etdi. Həm də bugün heç kimə demədiyi ad günü olduğu üçün deyil. Bütün günü hər cür tapşırığa görə harasa göndərildiyi üçün. Sanki ətrafdakı hər kəs ona hər işi tapşırmağı qarşısına məqsəd qoymuşdu. Açığı onlar bunu çox yaxşı bacardılar. Genorta o artıq ayaqlarını hiss edə bilmirdi. Sonra işlərin necə getdiyini yoxlamaq üçün səngərlərə getməli. Daha sonra patrul və digər hərbi əməliyyatların nəticələri ilə bağlı qeydləri yoxlamalı idi. Və nəhayət kazarmaya yeni gələn əskərləri ilkin tibbi yardım və təhlükəsizlik ilə bağlı təlimatlandırmaq sonuncu damla oldu. Qalib artıq hiss edirdi ki, ona meditasiya kursu mane olmaz və ya gənc çağırışçılar təhlükəsizlik bacarıqlarını prosesdə öyrənməli olacaqlar. Tərslikdən Ramin də harasa yoxa çıxmışdı və o ümumiyyətlə belə hallara yol verməzdi. Adətən Qalibin demək olar ki, hər günü Ramin ilə başlayardı və xüsusən də Ramin tərəfindən uzun-uzadı dilə tutulduqdan sonra, dənizkənar bulvardan gələn qız haqqında danışandan sonra onu ələ salması ilə bitərdi. Və dostunun növbəti zarafatlarını eşitmədiyinə sevinsə də, bütün günü onun üçün darıxdığını etiraf etdi. Qalib öz hekayəsini onunla bölüşdükdən sonra oğlanlar arasında xüsusi bir əlaqə yarandı. Bu adi dostluqdan daha çox onları daha da yaxınlaşdıran bir şey oldu. Və bir daha bu mövzuya qayıtmasalar da, aralarında anlayış və dəstək hökm sürürdü. Bəs işlər necə gedir? Qalib birdən dostunun səsini eşitdi. Dönüb çiynini açıq qapıya söykənmiş və bədəni ilə yolu kəsən Ramini gördü. Raminə heç bir şəkildə kiçik demək olmazdı. O Qalib kimi hündür idi və atletik bədən quruluşu ilə ondan geri qalmırdı. O, xoş xasiyyətlə danışmağa başlayana qədər ətrafdakılarda kifayət qədər qorxuducu təəssürat yarada bilirdi. Qalibin acıqlı üzünü görən Ramin fit saldı. "Görürəm ki, uşaqları xilas etməyin vaxtıdır," dedi və yeni çağırışçılara üzünü tutdu. "Hardaydın? Artıq qərara gəldim ki, tərxis olunaraq mənimlə vidalaşıb şahzadənin yanına getmisən," Qalib istehza ilə soruşdu. "Mən artıq yoldaydım ki, səndən qəzəb dalğaları gəldiyini hiss etdim və qərara gəldim ki, yeni çağırışçıları sənin qəzəbindən xilas etməliyəm. Əks halda ölkəni qoruyacaq heç kim olmayacaq və şahzadə məni daha bir neçə ay gözləməli olacaq." Ramin də eyni tonda cavab verdi. "Yaman gülməlidir." Qalib gülümsəməkdənsə daha da sərt göründü. "Yaxşı, şişirtmə. Gedək. Komandir hamını çağırır, nəsə xəbər vermək istəyir." Ramin sakitcə Qalibin çiyninə vuraraq dedi. İstirahət otağının qapılarına yaxınlaşan Qalib, var gücü ilə qapını açıb qarşısında açılan mənzərəyə baxaraq donub qaldı. Ortada bütün uzunluğunca hər cür yeməklər olan bir masa açılmışdı. Masanın ətrafında isə xidmətə başladığı ilk günlərdən demək olar ki, birlikdə olan bütün oğlanlar dayanıb ona tamaşa edirdilər. Hamısı onu gürlutlu alqışlarla qarşılayıb, ad günü münasibəti ilə ucadan təbrik etdilər. Qalib çaşqınlıqla ətrafa boylandı və diqqət nəzəri Raminin şənlik saçan simasında dayanana qədər yöndəmsiz şəkildə təbrikləri qəbul edib təşəkkür etdi. "Deməli, bütün bunlar sənin işindir. Mən bilməli idim ki, bugün mənə verilən bütün tapşırıqların arxasında sən dayanmısan. Bütün bunlar sənin fikrindir. Bircə onu bilmirəm ki, komandirimizi bütün bunları etməyə necə inandıra bildin. Bunları hardan almısan? Və mənə demə ki, bizim əskərlərimiz dolmanı bükməyi bacarır," Qalib qışqırdı. "Əskərlərin işi deyil. Şükür Allaha komandirimizin əlindən hər iş gəlir," Ramin təbəssümlə dedi. "Bəlkə ondan özüm soruşum," Qalib eyni tonda soruşdu. "Yox, bunu etməyək. Yoxsa bugünkü tapşırıqlar sənə məşq edən əvvəlki istmə hərəkət kimi görünəcək," dostum sakitcə mızıldandı. "Yaxşısı budur ki, gedək yemək yeyək. Uşaqların nəfsi çəkir. Uzun müddətdir heç kim evdə bişirilmiş normal yemək yemir." Qalibi masanın başında əyləşdirdilər. O ətrafa baxdı və baş verən hər şey ona sürreal təsir bağışladı. Qalib sanki masanın ətrafında sərhəddi silahla qoruyan, əmrləri ciddi şəkildə icra edən, hər dəqiqə həyatını təhlükəyə atan əskərləri yox, gələcəyə ümid bəsləyən sadə, gənc oğlanları gördü. Onların hər biri vətənə borcunu ödəyib adi dinc həyatına qayıda biləcəkləri günü gözləyirdi. Onların yerini başqaları tutacaq və həmişə belə olacaq. Qalib düşünmək istəmirdi ki, bəlkə də hamı geri qayıda bilməyəcək. Bəziləri bu həyatı doya-doya yaşamağa macal tapmamış, ağ kəfənlə geri qayıdacaq. Yalnız o, keçmiş həyatına dönmək istəmirdi. Qardaşsız həyat.
Özünü günahkar hiss etmədən Vaqif dayıyla Zema ananın gözlərinə heç vaxt baxa bilməyəcəyi bir həyat. Qalib hiss etdi ki, sanki beynində dəyişkən fikirlər yaranır. Lakin o bu fikri dərk edə bilmirdi. Nəsə ürəyini daha sürətlə döyünməyə vadar edirdi. Bunları hardan tapmısınız? Qalib birdən Raminə üzünü tutaraq soruşdu. Hədiyyəni alandan sonra deyəcəm. Ramin söhbətdən yayınaraq cavab verdi.